Qərbi Azərbaycanın Basarkeçər rayonu kökənli həkimlərinin ilk toplantısı keçirilib. Məqsəd Qərbi Azərbaycanlı həkimlərin fəaliyyəti və uğurları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Ətraflı növbəti sujetimizdə. 2022-ci ildə Prezident İlham Əliyevin xeyir-duası ilə Qərbi Azərbaycan icmasının yaradılması həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa və Azərbaycanlıların öz dədə-baba yurdlarına sivil yolla qayıtmalarına böyük ümidlər yaradıb. Qərbi Azərbaycanlı həkimlərin ilk toplantısının keçirilməsində də məqsəd dünya ictimaiyyətini tarixi həqiqətlərlə məlumatlandırmaqdır. Basarkeçər rayonu icma sədrlərinin səyi ilə Basarkeçər rayonu kökənli 800 civarında həkim haqqında məlumat toplanıb və 691-i barədə kitabda məlumatlar yer alıb. Həkimlərin əksəriyyəti tibb təhsilini Azərbaycan Tibb Universitetində, Rusiya və Türkiyədə alıblar. Həkimlərdən 89 nəfəri alimdir. Həkimlər arasında bir şəhid də var. Tibb işçilərinin təxminən 5də 2-sini qadınlar təşkil edir və son illərdə qadın həkimlərin sayı artır. İlk ali təhsilli kişi həkim 1957-ci ildə İspixan Qəhrəmanov, ilk qadın həkim isə 1976-cı ildə Yasəmən Cahangirova olub. Basarkeçər kökənli həkimlər bütün tibb ixtisaslarına yiyələniblər və bunlar arasında ən çox stomatoloq, pediatr, terapevt, əczaçı, kardioloq və cərrahlardır. Hazırda 100-dən çox tələbə tibb ixtisası üzrə təhsil alır. Həkimlərin əksəriyyəti Azərbaycan tibb müəssisələrində çalışır. Müəyyən qismi isə Almaniya, Türkiyə və Rusiyada işləyirlər. Kəndlərdən çıxan həkim sayına baxdıqda ilk yerdə Nərimanlı kəndi gəlir. Həkimlərdən 31 nəfəri vəfat edib. Qərbi Azərbaycanlı həkimlər də digər həmyerliləri kimi inanırlar ki, o torpaqlara tezliklə qayıdacaq və fəaliyyətlərini orada davam etdirəcəklər. Bu tədbir və nəşr olunan kitab da Qərbi Azərbaycan, Göyçə və Basarkeçər haqqında bilikləri yeniləməyə, tarixi həqiqətləri anlamağa və doğma torpaqlarına sivil yolla qayıtmağa kömək edəcək. Həkimlərimizə təqdim olunur, qürur verici bir gündür. Möhtərəm cənab Ali Başkomandanımızın yürütdüyü siyasət nəticəsində bilirsiniz ki, artıq bütün torpaqlarımız işğaldan azad olunub, suverenliyimiz bərpa olunub. Bu bizə Qərbi Azərbaycanımıza, doğma yurdumuza qayıtmaq ümidimizi bir daha artırıb. Biz inanırıq ki, növbəti tədbirləri inşallah doğma Qərbi Azərbaycanımızda, Göyçə mahalımızda, Basarkeçər rayonunda və bütün kəndlərimizdə, rayonlarımızda keçirəcəyik. Balaca bir rayondan, 60 min əhalisi olan bir rayondan 800-dən artıq həkim olmaq özü bir qürur vericidir. Akademiklərin olmağı, professorların olmağı çox qürur verici bir gündür. Uzun illər görmədiyimiz sinif yoldaşları, tələbə yoldaşlarını burada görmək çox şad oldum bunun üçün. Çox qürurluyam ki, bugünkü gün belə bir tədbirdə mən də iştirak edirəm. Ən böyük arzumuzdan biri, şəxsən mənim ən böyük arzumdan biri həmin elə obaya qayıdıb, həmin eldə, obada, öz kəndimizdə bir həkim kimi çalışmağa çox istərdim. Bugün mənim üçün çox belə qürurlu və unudulmaz bir gündür. Çünki bu günləri mən auditoriyada oturduğum partaların arxasından indi hal-hazırda çiyin-çiyinə oturduğumuz, bizə dərs deyən müəllimlərlə bir araya gəlmişik. Onlarla birlikdə bu icmanın planlarını, belə deyək, işlərini yürütmək üçün çiyin-çiyinə çalışırıq. Qərbi Azərbaycan dedikdə hər kəsin qəlbi vurur, hər kəs orada olmağı arzulayır ki, biz necə burada bir yumruq olaraq birləşmişik, eyni ilə də orada bir yumruq olaraq birləşib bu işlərimizi, bu missiyalarımızı həyata keçirək. Tarixi həqiqətlər heç vaxt unudulmur. 44 günlük 2-ci Qarabağ müharibəsindəki zəfər də bunu bir daha sübut etdi. Bu mənada Qərbi Azərbaycanlıların da öz doğma yurd yuvalarına qayıtmaları uzaq görünmür. Qeyd edək ki, 2024-cü ildə Basarkeçər rayonundan olan alimlər barədə məlumatlar toplanıb və tədbir keçirilib.